25'ə qədər xəstəliyin müalicəsində istifadə olunan bu balaca sarışının adı zəncirotudur. Demək olar ki, o dünyanın ən bahalı dərmanlarının hamı üçün əlçatan təbii variantıdır. Azərbaycanın bütün bölgələrində bitir və ən effektiv təsir göstərdiyi sahə isə şəkərli diabet, xərçəng və leykoz xəstəliyidir. Bundan başqa hansı xəstəlikdə və necə istifadə olunması haqqında videonun gedişatında danışacağıq. Leykozla mübarizədə möcüzəvi bitkidir. Zəncirotundan hazırlanan çay müalicə zamanı çox təsirlidir. Zəncirotu kökləri leykozun 3 növünü məhv etməyə qadirdir. Qanda şəkər səviyyəsini endirir, xolesterini yox edir. Mədə-bağırsaq sisteminə çox xeyirlidir. Uzun illər boyu zəncirotundan orqanizmin yenilənməsi üçün istifadə edilib. Zəncirotu iştahı tənzimləyir, həzmi yaxşılaşdırır, bağırsaqdakı yaxşı bakteriyaları balanslaşdırır. Silikvozu təsirə də malikdir. Ondan mütəmadi istifadə etmək böbrəklərdə daş yaranmasının qarşısını alır. Zəncirotu sidik yolları infeksiyalarının və silikli qışanın pozuntularının qarşısını alır. Daxili orqanlarda kistaların meydana gəlməsini və böyrək problemlərinin yaranmasını önləyir. Zəncirotu çayı xərçəng hüceyrələrinə nüfuz edərək onları yox etməyə qadirdir. O eyni zamanda yeni sağlam hüceyrələr yaradır. Tədqiqatların nəticələri təsdiq edib ki, zəncirotu melanoma, prostat və xərçəngin bütün növlərini öldürməyə qadirdir. Qanazlığınız varsa zəncirotundan istifadə sizə xeyir gətirəcək. Zəngin vitaminlər, dəmir və zülallar var. Vitaminlər eritrositlərin formalaşması üçün zəruridir və dəmir hemoqlobinin vacib hissəsidir. Tərkibindəki zəngin kalsium sümüklərin möhkəmliyi və inkişafı üçün həyati vacibdir. Zəncirotu sümükləri yaşla bağlı olan aşınmalardan qoruyur. Qığırdaq toxumanın bərpası üçün hazırlanan xüsusi dərmanın tərkibində zəncirotu var. Bu dərman tamlığı pozulmuş qığırdaq toxumanın bərpa edilməsi üçün hazırlanıb və